Salam dəyərli izləyicilər, hər birinizi salamlayıram. Deməli bu gün fevral ayının 22-si 9-cu siniflər üçün OTK buraxılış sınağı keçirib həmin sınaqların izahını verəcəm. Sualların daha doğrusu. Təpə nöqtəsinin koordinatları uşaqlar 1 buranı sıfıra çevirəndir, yəni 2, bir də 3. Salam A bənd. Düzgün en bucağının daxil bucaqlarının cəminin, yəni 180 vurulsun. N çıxılsın 2-nin xarici bucaqların cəminin olan nisbəti, yəni 360 olan nisbəti. Bununla bu getdi 2 qaldı. N çıx 2 bölü 2. C bəndi. 2 toplananda birinə 7 digərinə mənfi 3 əlavə edilsə cəm necə dəyişər? 7 əlavə eləyirsən, elə bir 3 çıxırsan. 4 bayı da artacaq da. Y bəndi. Asan suallar düşür. 9-cu sinifdə də bu bənd. Sahəsi 120 olan ABC 3 bucağında BM və CN medianları K nöqtəsində kəsişir. İştirilənmiş hissənin sahəsini tap. Deməli uşaqlar, baxın. Mən 3-cü medianı da çəksəm, median 6 bərabər, sahə 6 bərabər hissəyə bölünəcək. S və S. Və ümumi sahə, yəni 6 dənə S bərabərdir 120. S də bərabərdir 20. Deməli bu hissənin biri 20-dir. 2 dənə olduğu üçün cavab olacaq 40. Y bəndi. Medianlar sahələri bərabər hissələrə bölür. 72 ədədinin 8-də 3 hissəsi. 72-ni vurarıq 8-də 3-ə. Bununla bu gedər 9 qalar. 9-da 3-ə 27 A bəndi. 36. AMB və BNC və AKS qövslərinin uzunluqları nisbəti uyğun olaraq 2-3-4-dür. BAC-nin tam uzunluqlar nisbəti elə dərəcələrin nisbəti ilə eynidir. Onda AMB 2x, BNC 3x, AKS-də 4x deyərəm. Cəmini 360-a bərabər eləyərəm. Çünki çevrə tam olaraq 360 dərəcədir. 10x bərabərdir 360, x bərabərdir 36. Bizdən BAC-ni soruşur. 336-ya vuraram 108. Daxilə çəkilmiş bucaq olduğu üçün qövsün yarısıdır 54. 54. Səhv elədik. Cavab da yoxdur 54. Deməli 2, 3, 5, 4, 9x eləyir uşaqlar. 10x yox. Səhv toplamışıq. 9x bərabərdir 360, x bərabərdir 40-a. Burada 4x olduğu üçün deməli AMB 2x-dir. BNC 3x-dir, AKS-də 4x-dir. 3-ü 40-a vuraram, bura 120 dərəcədir. Onda bura olur 60 yarısı. Diqqətli olmaq lazımdır. Y bəndi. 37. Bərabərsinin neçə tam əlli var? Uşaqlar, modul x 4-dən kiçikdirsə, x mənfi 4 ilə 4 arasındadır. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. 7 dənə həlli var. B bəndi. Tənliyin kökləri. 2x-i qarşıya çıxarsaq, qalacaq x üstəgəl 3 bərabərdir 0-a. 2 ifadənin hasili 0-dırsa, onlar ayrı-ayrılıqda 0-dır. 2x bərabərdir 0, x bərabərdir 0-a, x plus 3 bərabərdir 0, x bərabərdir mənfi 3-ə. 2 qiymət tapdıq, biri 0, biri mənfi 3. Cəmin soruşur, 0-ın üzərinə mənfi 3 gələndə də uşaqlar eləyir mənfi 3. Yəni A bəndi. 39. 6 kiloqram konfetin qiyməti 48 manat olarsa, 9 kiloqram eyni növ konfetin qiyməti neçə olar? X tənasibdir uşaqlar. Çarpaz vurarıq. 6x bərabərdir 9 vur 48. 6 ilə 48 ixtisar gedər. Burada 8 qalar. X də bərabərdir 9, 8-in də eləyər 72. B bəndi. 40. AB hasilini tapaq. Uşaqlar A bərabərdir 3 üstü 3. Biraz sadələşdirmə apararam ki, işim asan olsun da. 4 axı 2-nin üstü 2-dir. 2 üstü 2-nin üstü 4-də olur. 2 üstü 8. 5 üstü 5-də qaldı. B-yə baxaram. B uşaqlar 20, 4 vur 5-də axı. 4 vur 5-in üstü mənfi 4. 4 2 üstü 2-dir. Bunun üstü mənfi 4. 5 üstü mənfi 4. 2 üstü mənfi 8 vur. 5 üstü mənfi 4-dür bu. Mənfi 4. İndi bunları bir-birinə vuraram tərəf-tərəfə. AB bərabərdir. 3 üstü 3 vur. 2 üstü 8 vur. 5 üstü 5. Vur 2 üstü mənfi 8 vur. 5 üstü mənfi 4. Bu ikisi bir-birini aparar. Çünki 8 ilə mənfi 8 toplayanda 0 eləyir. 2 üstü 0-da 1 eləyir. Bərabərdir. 3 üstü 3 27 eləyər. Vurulsun. 5 üstü 5 üstə mənfi 4 gələndə 5 qalır bir dənə. Vuraram 5-ə. 135.
Bu bəndi. Çoxluq sualıdır. Ortaqları dairəyə alaram. 2 hər ikisində var. 3 hər ikisində var. 5 hər ikisində var. Başqa yoxdur. A-ya qalan hissə dairələnməmiş ədədlərdir. Rəqəmlərdir 1, 4, 6. Cəmi soruşur. 1 üstəgəl 4 üstəgəl 6. 11 edir cavab A bəndi. 42. İfadəsinin qiymətini tap. Deməli, uşaqlar, 1,6-dan kök çıxmır, 2,5-dən də kök çıxmır. Amma mən bu 1,6-nı belə yaza bilərəm, 16/10 kimi. Üstəgəl 25/10 kimi. Üstəgəl 36/10 kimi. Aşağını da kök 2-ni kök 5-ə vuranda kök 10 eləyir. 2 kök 10, üstəgəl kök 10. Olur 3 dənə kök 10 da aşağıda. İndi uşaqlar, yuxarıya diqqətlə baxın. 16-dan 4 çıxır, 10 qalır kökdə. 25-dən 5 çıxır, 10 qalır kökdə. 36-dan 6 çıxır, 10 qalır kökdə. Aşağıda isə 3 kök 10. 4 ilə 5 topladım, 9 üstü 6, elədi 15 böl. Kök 10 məxrəcəyin olduğu üçün aşağıda da 3 kök 10. Bu 3 ilə 15 ixtisar edər, burada 5 qalar. Kök 10 da düşər aşağı. 5 vurulsun, kök 10'u da kök 10'a vuranda eləyəcək 10. 10'da 5 və yaxud da 2'də 1 və yaxud da 0,10'da 5 D bəndi. 43. M parametrinin hansı qiymətində çoxhədlisinin sərbəst həddi 3'ə bərabərdir? Bunun sərbəst həddi bax budur. 15 çıx 3M bərabərdir 3'ə. 3M bərabərdir 12'ə. M də olacaq 4. Çox asan sual. Y variantı. 44. Həqiqətən çox asan düşüb. İki tərəf 8 və 9 olan üçbucağın perimetrinin ala biləcəyi tam qiymətləri sayı. Bura 8'dir, bura 9'dur, burada x''dir. Üçbucaq bərabərsizliyinə görə x 9'dan 8 çıxaram 1 qalar. 9'dan 8'i toplayaram 17 qalar. 1 ilə 17 arasında qiymət alır. X neçədən qiymət alsa sayda onu verəcək mənə. 1-dən 17'ye qədər neçə ədəd var? Normalda 17 dənə ədəd var, amma 1-də daxil deyil 17-də. Ona görə də 2 dənə çıxıram, qalır 15 dənə C bəndi. 46. İfadəsini sadələşdirin. Sürətidə vuruqlara ayırmalıyam hər ikisində. Birinciyə baxaq. Hasılı 6 cəmi 5. 2 ilə 3'dür. Ona görə olur x çıx 2, x çıx 3. Bölünsün, x çıxılsın 3. Üstəgəl. Hasılı mənfi 8, cəmi mənfi 2. Mənfi 4-dən 2 olur x çıx 4. V teoremikdə uşaqlar. X üstəgəl 2. Böl x üstəgəl 2. Bunlar ixtisar getdi, bunlar ixtisar getdi. Qalır x çıxılsın 2, üstəgəl x çıxılsın 4. Olur 2x çıxılsın 6. D bəndi. 46. ABC-də artan müsbət ədədlər sırasının ən böyük fərqi bu sıranın medianına bərabər olarsa 2D çıx C bölünsün 2A plus B ifadəsinin qiyməti. Hə uşaqlar, bu biraz yaxşı sualdır, şərtdir, qarışıqdır. Artan müsbət ədədlər sırası olduğu üçün, yəni D-yə doğru artır. Ən böyük fərq D çıxılsın adı. Ən böyükdən ən kiçiyi çıxmaqla. D çıx A bərabərdir medianla. Median nədir? Ortadakı ikisini toplayıb bölürəm 2-yə. Onda olur 2 dənə D çıx 2 dənə A bərabərdir B plus C-yə. İndi bizim əlimizdə belə bir ifadə var. Bizə deyir ki, bunu tap. Başqa nəsə var mı əlimizdə? Bərabər olarsa, heç bir şey yoxdur. Əvəzləmə parabında. Buradan C bərabərdir. B-ni sola keçirərəm. 2D çıx 2A çıx B. Bunu gətirərəm, yuxarıda yerinə yazaram. 2D çıxılsın C-ni yerinə yazaram 2D. Qarşıda mənfi var deyə olur müsbət 2A üstəgəl B. Aşağıda da 2A üstəgəl B. Bəli, baxın alındı. 2D-lər getdi. 2A plus B-ni 2A plus B-yə böləndə oldu 1. Ola bilər ki, çox uşaq bunu səhv yaza bilsin. Digər suallarla müqayisədə biraz çətindir. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlardır. BAC 90 dərəcədir. Əgər bura 90-dırsa, bunların hər biri 90-dır. Səbəb nədir? Mərkəzdən toxunma nöqtəsinə radius çəkilirsə 90 olur. 3 dənə 90 varsa məcbur 4-cüsü də 90 olur və hamısı da bu fiqur kvadratdır. AB 8-dirsə, hamısı 8-dir. Radius da 8-dir. 4 bucağının perimetri 4 vur 8. 32. 48.
50 manatlıq məhsulun qiyməti artırılaraq 60 manat oldu. Neçə faiz artdı? 50 manat 100%lıq qiymət idi. 60 manat 600 yazdım. 60 manat x. 50x bərabərdir 6000. X də bərabərdir 120. 120. Əvvəl 100% idi, indi olub 120%. Deməli 20% artım var. 49. A və B natural ədədləri üçün ədədlərinin ortaq olmayan sadə vurğuların hasili C-dir. İfadəsinin qiymətini tap. Şolar yaxşı görünmür. 3A 3B-dir, yoxsa bunu görə bilmədim. Məncə bu 3A 3B-dir. 2A 2B-dir. Baxaq. 3'ü yuxarıdan qarşıya çıxardaram. Onlar əkov AB böl. Aşağıdan da 2'ni çıxardaram. Əbob AB. Məncə belə bir sualdır. Vur 1 böl 3C. Təxmini görürəm uşaqlar. İnşallah səhv görmərəm. Əkov böl əbob mənə C-ni verir. Bu C ilə də bu gedir. Bu 3-dən də bu gedir. Qaldı 2-də 1. Qəşəng sualdır. 2-də 1. 2x 4-dürsə, buradan alınır ki, x bərabərdir 2. Yazaram yerinə 2 plus y bərabərdir 9. Y də bərabərdir 7. Bu da asandır. Hasilini tap deyir. 2-ni 7-yə vuraram 14. 51. K, A, B. A hardadır ki? Hə, buradadır. Bura 100 dərəcədir. C, D, P. Bura 120 dərəcədir. C, Y, B'nin soruşur. Uşaqlar, həddindən artıq asandır. Bu bucaq. Bu ikisini toplayıb 180-dən çıxanda alınır. 180, 110, 100 ilə 120 topladım, 220. 100 çıxdım, bura qaldı 40. Bura 40-dırsa, burada 40-dır. Bilirsiniz hansı fiqurdur? Bax, bu fiqurdur. Həndəsən əsas anlayışlarında. Bu yuxarı çevrilmiş versiyası. Deməli, cavab oldu 40. 52. ABCD paralelogramında DY parçası ADS bucağının təm bölənidir. ADS bucağının təm bölənidir. Alfa, alfa. O zaman bucağla çarpaz olur, olur alfa. AB 5'dir. Bura 5'dirsə, burada 5'dir. Burada 5'dir. BY'də 3'dür. Bura bütöv 8 olduğu için burada 8'dir. Perimetrini soruşur. 2 vurulsun 5 plus 8. 26 eləyir. 53. Xətti funksiyasının qrafik əsasən m parametrinin ala biləcəyi natural qiymətlərin sayı. Bir funksiyaya baxan kimi görürsən ki, aşağı düşür. İstiqamət aşağıdır. Deməli, K-sı mənfidir. Yəni 4m çıx 25 mənfidir. 4m kiçikdir 25. M də kiçikdir. 25 4-ə böləndə 6 tam 4-də 1, 6 tam 25-dən kiçikdir. Həmçinin B-si də müsbətdir. Yəni m plus 2 də müsbətdir. M böyükdür mənfi 2-dən. Mənfi 2-dən 6 tam 120. Mənfi 2-dən böyük, 6 tam 125-dən kiçik. Mənfi 2 ilə 6 tam 125 arası. Bizdə insan natural qiymətləri soruşur. Natural qiymətləri də burada 6-dır, 5-dir, 4-dür, 3-dür, 2-dir, 1-dir. 6 dənə natural qiyməti var. Vəssalam. 54. Eyni bir düz xətt üzərində yerləşən A, C və B məntəqələrinə səyahət etmək istəyən turist A məntəqəsindən hərəkətə başlayaraq B məntəqəsinə gəlib çatıb, bir dəqiqə, başlayaraq B məntəqəsinə gedib C məntəqəsinə qayıtdıqdan sonra 40 km. Fərz edək ki, bura x-dir, bura y. Bu bütöv getdi B-yə, yolu oldu x plus y. Bir də təzədən B-yə qayıtdı, C-yə qayıtdı, oldu bir dənə y. Bu bərabərdir 40-a. B məntəqəsindən hərəkətə başlayaraq A məntəqəsinə gedib. B-dən başlayıb A-ya gəlib, bu dəfə eləyib x plus y. A məntəqəsindən də təzədən C-yə qayıdıb, əlavə edə bir dənə x. Bərabərdir, bu da 50-yə. A və C məntəqələr arasındakı məsafəni tapın, yəni x-i tapın. Deməli, buradan əlimizdə 2 dənə nəticə keçir. X plus 2y bərabərdir 40-a. 2x plus y bərabərdir 50-yə. Sistemləşdirib həll edə bilərik. Tərəf-tərəfə toplasam 3x, 3y bərabərdir 90. X plus y 30'dur. Deməli, yolun bütöv uzunluğu 30'dur. İndi burada x plus y nəzər alsam. X plus, burada baxın. 30'u nəzər alsam, x plus 30 bərabərdir 50. X da bərabərdir 20. Bizdən AC-ni soruşurdu. AC-ni də biz 20 tapdıq. Bu da qəşəng sualdır. Bəyəndim. Hələ.
Deməli, bir işlem maraqlı sual var. ABC üçbucağında ABC və MNC 90 dərəcədir. AM bərabərdir CM-ə 5-dir. Deməli, M orta nöqtədir. Orta nöqtədirsə, o deməli, həm də paralelliyi də 90 dərəcədən görünür. Deməli, orta xətti M-in. AB plus MN 9-dur. Bura x-dırsa, bura 2x-dir. Cəmi 3x bərabər 9, x bərabərdir 3-ə. Deməli, buranın uzunluğu 3-dür, buranın uzunluğu 6. Bura 10'dur, bura 6'dır, burada 8 olur. Pifagor teoremidir. Yarıya bölünür. 4 bura, 4 bura. NC-ni soruşurdu, 4. Bitti, tapdıq elə. Başqa var mı? Başqa yoxdur. Bu qədər uşaqlar. Bütün sualların izahını verdim. Ümid edirəm ki, izahları bəyəndiniz. Hesabda səhv olubsa, R bölməsinə yaza bilərsiniz. Bu qədər uşaqlar. Sağ olun, hər birinizə uğurlar.